Mənim üçün qardaşlar, bu xəlifəlik mövzusunu gəlib bağlanan hamısı. Bunlar bu söhbətdə eləmək düzgün deyil. 14 əsrdə hələm indiyəcən adamlar var, söhbət edirlər o xilafəti, deyirlər, yox, filan kəs olmalı idi. Tərk elə o söhbəti. Kim lazım idi, oldu. Amma kimi deyirsiniz, oldu da. Oldu da, nə olsun? Birinci olmalı, dördüncü oldu. Dördüncü də gəlib, xəlifə istəyirlər, Əli ibn Əbi Talib dedi ki, mən xəlifə olmaq istəmirəm. Hanı Qədirxum? Deyər, daha yox. Ən azından deyərdi ki, incimişəm, mən seçmədiniz birinci Qədirxumda belə, heç hələ şeylər yoxdur, deməyib belə şeylər. Həzrət Əli birinci xəlifə olmadı, dördüncü oldu. Nə baş verdi ki? Axır ki, xəlifə oldu. Mən bunun cavabını verirəm. Baxın, diqqət eləyin. Həzrət Əli əleyhissalam əgər birinci xəlifə olsaydı, birinci xəlifə biz deyəndə bu mənada deyil ki, Əbu Bəkir, Ömər, Osman ikinci, üçüncü, dördüncü xəlifə olaraq. Xeyr. O üç nəfərin heç bir ləyaqəti yox idi hökumət eləyələr, xilafət eləyələr. Heç bir ləyaqəti yox idi. Nə şücaətdə əlləri var idi, nə elmdə əlləri var idi, nə təqvada əlləri var idi, heç nədə. Heç bir tarixdə, hədisdə, rəvayətdə belə bir səhih hədis ola, səhih rəvayət ola yoxdur. Bütün müharibələrdən Peyğəmbərin zamanında qaçıblar. Ömər ibn Xattab özü deyir ki, mən Ühud müharibəsində dağ keçisi kimi dağlardan dırmaşırdım. Qaçırdım müharibədən. Osman gedir 3 gündən sonra tapılır. Əbu Bəkir arada yox olur, itir batır. Ondan əlavə elm məsələsinə gələndə bu 3 xəlifənin heç bir elmi olmayıbdır. Yahudilər gəlib şübhə eləyib, sual eləyib Həzrət Əlini çağırıblar. Məsihilər gəlib Həzrət Əlini çağırıblar. Məcusilər gəlib Həzrət Əlini çağırıblar. Bütün şəriətlər ki, gəlibdi bunların yanına. Axı bunlar məsələn Peyğəmbərin xəlifəsidir. Bəs necə olar ki, xəlifə, Peyğəmbərin xəlifəsi heç nədən baş açmasın, heç nəyi bilməsin. Hamısı da istisnasız Həzrət Əlini çağırıblar. Və Həzrət Əli əleyhissalam onların hamısına cavab verirdi. Əgər Əli olmasaydı, Ömər həlak olardı. Ləula Əliyun ləhələkəl Ömər. Əgər Əli olmasaydı, Ömər həlak olardı. Yaxşı, sən orada nə gəzirsən? Əgər sən həlak olacaqsansa xilafətdə nə gəzirsən? Nə üçün xilafəti qəsb eləyibsən? Veriyəsinə bir nəfər desin ki, Əbu Bəkirin, Ömərin, Osmanın bu təqvası var idi. Buna görə gəldi, oldu xəlifə. Bir nəfər gətirsin, səhih sənədə. Doğru, düzgün bizə göstərsinlər, desinlər, Peyğəmbərimiz bu sözü deyibdi buna. Həzrəti Əli əleyhissalamın haqqında Peyğəmbərimiz buyurubdur ki, la fətail, nida gəlib, göydən nida gəlib, la fəta illa Əli, la səyfə illa zülfiqar. Zərbətu Əliyyin yavməl xəndəq əfzəlu minəs səqələyn, min ibadətis səqləyn. Bunların hamısı Əli əleyhissalama gəlib. Elmə gələndə Həzrət Peyğəmbərimiz buyurur, Ənə mədinətül ilmi və Əliyyun babuha. Qardaş, hər şeyin gözəlliyi Əli əleyhissalamdadır. Nə üçün onlardan təbəyyət eləyəsiniz? Nə üçün bir adamdan ki, şücaəti yox, elmi yox, təqvası yox, zühdü yox, onlara təbəyyət eləyəsiniz? Həzrət Əli əleyhissalamın zühdünə gələndə, baxın, görün Həzrət Əlinin ibadətləri nə idi? Duaları hal-hazırda vardı kitablarda. Açın dualarına, baxın, görün necə Allaha istiğası eləyir. Necə dualar eləyir Allaha. Sizin o üç xəlifənizin hansı birisi bu işləri görübdür? İndi isə gəlin görək ki, Həzrət Əli əleyhissalam 4-cü xəlifə oldu, 1-ci xəlifə olmadı, nə baş verdi? Baş verən şeyləri gəlin deyim sizlərə. Əbu Bəkirin dövründə və Ömər ibn Xattabın dövründə Peyğəmbərin qızını şəhid etdilər bu bir. Əbu Bəkir ictihədə fəəxtəə sözünü saldı meydana. Xalid ibn Vəlid getdi, Malik ibn Nüveyrənin, müsəlmanın başını kəsdi, arvadına həmən gecəsi təcavüz elədi. Ömər ibn Xattab Əbu Bəkirə dedi ki, ey Əbu Bəkir, buna səncüsar elə cəzalandır bunu. Əbu Bəkir dedi, ictihədə fəəxtəə, ictihad elədi və xəta elədi, boş ver getsin. Yəni zinakarı boşladı getsin. Odur ki, sünnilər, vəhabilər hal-hazırda hər bir adam ki, bunların müftilərindən, nə bilim alimlərindən, hətta onların o sahabələri şarab içirdi, zina eləyirdi, araq içirdi, nə oyundan çıxırdısa deyirlər, ictihədə fəəxtə. Əmir əl-möminini öldürənə İbn Mülcəmə deyirlər ki, ictihədə fəəxtə. İctihad elədi və xəta elədi, eybi yoxdur. Yəni bunların bu ictihədə fəəxtəsi Əbu Bəkirdən başladı. Bir bidət Peyğəmbərimizdən sonra. Ömər ibn Xattab həcc təməttüyü haram elədi. Təravih namazının cəmaət qılmağı bir bidət ünvanında dinə saldı. Həzrət Zəhranı öldürdü. İmam Əli əleyhissalamın xilafətini qəsb elədi. Hələ ondan da əlavə nə qədər bidətləri vardı, biz saydıqca gəlir ardı. Osman ibn Əffan nə iş gördü? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər o kəsi ki, mürtəd elan etmişdi. Baxın, mürtəd yəni İslamdan çıxan, İslam dinindən çıxan. O kəslər ki, onları məhduru dəm hesab eləmişdi Peyğəmbərimiz və sürgün etmişdi. Məhduru dəm yəni qanı hədər. Yəni onların qanının heç bir ərzişi, önəmi yoxdur. Onlar öldürülməlidir. O adamlar ki, onları sürgün etdirmişdi Peyğəmbərimiz. Osman ibn Əffan öz xilafətinin dövründə onların hamısını qaytardı, getdi. Onlara mənsəb verdi, məqam verdi. İslam bölgələrinə məsələn bir vali göndərdi onları. Bəni Üməyyəni ən əsası Həzrəti Peyğəmbərimiz ki,
Bəni Üməyyəni lə'n etmişdi və Quranda gələn şəcəri məlunə adlanan bir qövm tayfa onları lə'n etmişdir Peyğəmbərimiz, onları iş üstünə gətirdi. Və Osman ibn Əffan ki, onları iş üstünə gətirdi, Bəni Üməyyəni, Muaviyyəni, Yezidi, onun qardaşın, bunları ki, gətirdi iş üstünə, görün nə bəlalar baş verdi. Muaviyyə çıxdı Əmir əl-Möminindən müharibəyə. Müharibəyə ki, qalxdı, xəvaricilər də çıxdı bu tərəfdən. Osman ibn Əffan öz zamanında nə qədər bidətlər yaratdı, bidətlər. Həcc təməttü, haram etməsi, ləbbeyş deməsi, Muaviyyə həmçinin ləbbeyş deməyi, ləbbeyk Allahumma deməyi mən etdi. Nə qədər bidətlər, vallah deyirəm, saymaqla bunlar hələ qutarmaz. Qutarandır. Amma yəni saydıqca gəlir dalı. Saydıqca gəlir dalı bunların bidətlərinin. Bax Həzrət Əli əleyhissalam əgər birinci xəlifə olsaydı, bax belə olmayacaqdı. Bu ki İslam dünyasında bu qədər firqələrə bölündülər, bu qədər zəlalətə düşdülər, bunlar olmayacaqdı. Milyonlarla müsəlman bax 1400 ildən, 1400-ün əvvəlindən Peyğəmbərimizin dövründən, Peyğəmbərimizdən sonra indiyə qədər milyonlarla insan müsəlman ölübdür. Bax bunlar olmayacaqdı. Osman ibn Əffan Muaviyyəni gətirdi ortaya, nə qədər firqələrə bölündü. Muaviyyə şiəsi oldu, Osman şiəsi oldu, Əli şiəsi oldu, nə bilim Ayşənin ətrafına yığıldılar, xəvaricilər çıxdı. Bunlar heç biri olmayacaqdı. Bu müharibələr baş verməyəcəkdi. Və bu adam təməssürlə deyir ki, nə olsun? Şiələr özlərini öldürürlər ki, Həzrət Əlinin xilafətini sübut edir. Birinci olmadı, dördüncü oldu, axırki oldu. Axır oldu. Amma əgər birinci olsaydı, heç vaxtda bunlar olmayacaqdı. Bu bidətlər, bu zəlalətə düşməklər olmayacaqdı. Sənin cavabın bax bulardı, bu söhbətlərdə. Öz tarix kitablarınızı, öz kitablarınızı açıb oxusanız, biləcəksiniz ki, əgər Əli olsaydı birinci xəlifə və onun ardınca Peyğəmbərin nəsli, 11 imam əgər olsaydı İmam Əli əleyhissalamın ardınca xəlifə, bu işlər baş verməyəcəkdi.